Hər kəsə salam, mən Sara müəllim. Bugün sizlərə biologiya fənnindən OTK sınağında istifadə olunmuş sualları izah edəcəm. Birinci sual: insanın rüşeymində rast gəlinmir. Rüşeym deyəndə biz 3 ayına qədər olan mərhələni götürməliyik. Çünki rüşeym dövrü 2 ayın sonuna qədər davam edir. Artıq 3-cü aydan döl mərhələsi başlayır. Burada da məsələn A variantında çoxlu süd vəzləri verib. Çoxlu süd vəzlərinə 6 həftəlik rüşeymdə rast gəlirik ki, bu da artıq 2 ayın tamamından əvvəl olmuş olacaq. Qəlsəmə yarığı, 2 kameralı ürək, bunlar da 1 aylıq rüşeymdə rast gəlinir və eyni zamanda quyruq fəqərələrdə. Amma tük örtüyü 3-4 ayında rast gəlinir. Bu da döl dövrünə denk gəlmiş olacaq. Endoderma rüşeym vərəqindən yaranmır. Dərinin dermaqatı, sidik hissəsinin epitelisi, dərinin dermaqatı bu olacaq mezodermadan. Qalanlar isə endoderma olmuş olacaq. Qadında 28 günlük aybaşı tisiklinin ikinci fazasında uşaqlıqda hansı proses baş verir? Aybaşının ikinci fazası artıq aybaşıdan sonraki fazadır. Aybaşıda nə baş vermiş olur? Uşaqlığın divarı qopmuş olur. Selikli qişası qopur. Yəni bu müddət bitdikdən sonra növbəti faza baş verir. Növbəti fazada başlayır artıq follikullar yetişməyə, uşaqlığın divarı bərpa olunmağa, yəni uşaqlığı hamiləliyə hazırlayır növbəti fazalarda. Burada bizə sarı cismin formalaşması artıq bu 3-cü fazadır ki, sarı cisim formalaşır, növbəti follikulun yetişməsini ləngidir ki, bu da yenə uşaqlığı hamiləliyə hazırlayır. Əgər bu mayalanma baş verməyibsə, bu fazanın sonunda da yenə aybaşı baş vermiş olacaq. Uşaqlığın yenə divarı qopur. Bu da belə bir tisikl formasına davam edir. Uşaqlıq divarının bərpası, bəli, uşaqlıq divarı bərpa olunur. Çünki aybaşıda artıq uşaqlıq divarı qopmuşdur. Ondan sonraki fazada, yəni ikinci fazada başlayır bərpa olunmağa, follikul yetişməyə. Yumurta hüceyrənin tam yetişməsi, yumurta hüceyrə 14 günün sonunda yetişir, tam yetişir və o da uşaqlıqda yox, uşaqlıq borusunda baş verir. Selikli qişə dağılır aybaşı fazasında, birinci fazada. Mayalanma da baş verir uşaqlıq borusunda. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Kələm kəpənəyi və güvə verib. Birdə deyir ki, dişinin somatik hüceyrəsinin nüvəsində bir cinsi xromosom olur. Bəli, güvədə erkək XX-dir. Dişi X0-dır. Kələm kəpənəyində də erkək XX-dir. Dişi də XY-dir. Yəni dişi heterogametliyə rast gəlinir. Bir cinsi xromosom varsa bu olur güvəyə aid olacaq. Pulcuq qanadlar dəstəsinə aid hər ikisi. Erkəkləri homogametdir. Baxın, görürsünüz, erkəklər hər ikisində də homogametdir. XX-dir. 2, 3. Sürfələrin yun məhsullarını korlayır güvələrin. Dişinin karyotipində Y xromosomu olur. Bəli, burada görürük ki, dişidə Y var. Bu da aid olacaq kəpənəyə. Deməli, 1-ə 5, 2-yə 1, 4, 3-ə də 2, 3. Sonra xəstəliklərdən hansına qarşı vaksin vurulmur? Vaksin vurulmur bizə verilənlərdə ateroskleroza, yəni bu infeksiya mənşəli xəstəlik deyil. Yəni infeksion xəstəlik deyil, damarlarla bağlı bir xəstəlikdir. Ağ planarin sinir hüceyrəsinə baş verən mutasiyalar irsən ötürülə bilərmi? Ümumiyyətlə, cinsi hüceyrədən başqa hər hansısa bir hüceyrədə baş verən mutasiya irsən nəslə o vaxt ötürər ki, o qeyri-cinsi yolla çoxalarsa. Ümumiyyətlə, cinsi hüceyrədən başqa digər hüceyrələrdə baş verən mutasiyalar adlanır somatik mutasiya. Və bu da nə vaxt ötürülür? Qeyri-cinsi yolla çoxalarsa. Söhbət ağ planaridən gedir. Ağ planaridə o vaxt ötürülə bilər ki, qeyri-cinsi yolla çoxalarsa, bu da B variantını götürən fraqmentasiya ağ planaridə qeyri-cinsi çoxalmanın bir formasıdır ki, biz ağ planarini 2 hissəyə bölsək, hər hissədən yeni bir orqanizm inkişaf etmiş olacaq. Maddələrin cansız təbiətdən canlı təbiətə axınını təmin edən orqanizm hansı orqanizmlər təmin edir? Bunun əsasında fotosintez dayanır. Bu da produsentlər olacaq.
Cədvəldə müxtəlif müasir heyvan növlərinin xüsusiyyətləri verilib, yanlış olanı müəyyən edin. X heyvanı verib tənəffüs edir. X ağciyər və traxeyalarla tənəffüs edir, daxili skeleti yoxdur. Bu olacaq hörümçək. Hörümçək. Sonra Y qəlsəmələrlə tənəffüs edir, daxili skeleti yoxdur. Bu ola bilər xərçəng. Z qəlsəmələrlə tənəffüs edir və daxili skeleti var. Bu neştərçi ola bilər, balıq ola bilər. Neştərçə götürək və yaxud da balıq da ola bilər. Ağciyər və dəri ilə tənəffüs edir, daxili skeleti var. Bu da olacaq məsələn qurbağa. X canlısının ifrazatı həzm sistemi ilə bağlı olur. Bizdən yanlışı soruşur. Bəli, burada hörümçək də malpighi borulardır. Bu zaman ifrazat həzm sistemi ilə bağlı olur. K canlısının ürəyinin mədəciklərində natamım ara kəsmə var. K qurbağadır. Qurbağada ara kəsmə yoxdur ümumiyyətlə. K canlısında qabırğa arası əzələlər olmur. Bəli, qurbağada qabırğa yoxdur ümumiyyətlə. X və Y canlısı eyni tipə aid ola bilər. X hörümçəkdir. Bəli, hər ikisi X və Y canlısı bəli eyni tipə aid ola bilər. Çünki buğma ayaqlar tipidir hər ikisi. Bizdən yanlışı soruşur. Z canlısının borulu sinir sistemi var. Z-in borulu sinir sistemi bəli xordallara aiddir, neştərçədir. Bizdən yanlışı soruşur. Burada biz yanlış bilib B variantını silmişik, amma yanlış soruşduğuna görə elə cavabım olacaq B variantı. Sonra 9-da palıd yarpağının daxili quruluşunu göstərilən hansı hissələrinin hüceyrələrində fotosintez baş verir? Burada üstünvari və süngərvari toxumadır. Təbii ki, L və M-də burada baş verəcək. Bir də ağızcıq hüceyrələrində baş vermiş olacaq ki, ağızcıq da alt dəricik hüceyrələrində olur. Palıdda, yəni üst dəricikdə olmayacaq. K, L, M və N olacaq burada. Somatik hüceyrəsinin bir nüvəsində cinsi xromosomun homoloji cütünə rast gəlinir. Homoloji cüt deyəndə cinsi xromosom, yəni hər ikisi eyni quruluşlu xromosomlar olsun. Down sindromlu oğlan, ümumiyyətlə Down sindromu somatik, yəni digər xromosomda olan artıqlıqdır. Yəni orada yenə də cinsi xromosom olduğu kimi qalır X, Y. Lejen sindromlu oğlanda da yenə X, Y olacaq cinsi xromosom. Orada 5-ci xromosomun hissəsinin itkisi zamanı yaranır. Yenə cinsi xromosom olduğu kimi durur. Klinefelter sindromlu şəxsdə isə olur X və Y. Görürsünüz, 2 dənə homoloji xromosom, yəni 2 dənə X-ə rast gəlinir. Sağlam oğlanda, sağlam oğlan yenə X, Y-dir. Şerşelski-Terner sindromlu şəxsdə X0-dır. Böyrəyin struktur vahidi nefrondur. Sadə bir sual. Doğru kəsişməni müəyyən edin. Sadə refleks qövsünün 3-cü hissəsi, burada söhbət mərkəzdən gedir. Mərkəzdir və burada mürəkkəb refleksdən fərqli olaraq ara neyron iştirak etməyəcək. Gəlin baxaq, X da verib ki, var, yəni üstəgəl. X hissi neyron akson ola bilər. Bəli, ola bilər. Uşaqlar, baxın, mən bunu bu şəkildə çəksəm, bu olur hissi neyron. Hissi neyron dendriti, bu cismi, bu aksonu. Baxın, aksonun bir hissəsi mərkəzə gəldi. Burada söhbət sadə refleks qövsündən getdiyinə görə ara neyron olmayacaq. Elə bilavasitə hərəki neyrondan sinaps yaranacaq. Daha sonra, baxın, burada çəkdim. Görürsünüz, hərəki neyronun aksonun bir hissəsi mərkəzdədir. Daha doğrusu, bəli. Hissi neyron isə, baxın, aksonunu yenə bir hissəsi mərkəzə gəlib, qalan hissəsi cisminlə dendriti mərkəzdən kənardadır. Amma hərəki neyronda görürsünüz, həm cismi, həm dendriti, həm də aksonun bir hissəsi mərkəzdə olmuş oldu. X hissi neyronun aksonu ola bilər. Bəli, ola bilər. Söhbət mərkəzdən gedir. Hissi neyronun aksonu mərkəzdə yerləşə bilər bir hissəsi. Y sinir impulsunu ara neyrondan keçə bilər. Xeyr, ara neyron yoxdur. Sadə refleks qövsü olduğuna görə. Z hissi neyron. Z bir dəqiqə bizə yox deyir. Bəli, burada bizə deyir xeyr. Mən də dedim xeyr. Ona görə bu cavabı götürəcəm. Z hissi neyronun cismi ola bilər.
Hissi neyronun cismi. Xeyr, hissi neyronun cismi baxın burdadır. Mərkəzdə deyil. K hərəki neyronun cismi ola bilər. K-ya çıxaq verir. Məndə hərəki neyronun cismi. Mən deyirəm ola bilər, bu deyir ola bilməz. Bu da getdi. X hərəki neyronun aksonu ola bilər. Bəli, hərəki neyronun aksonunun bir hissəsi yenə burada yerləşmiş olacaq mərkəzdə. 2, 1, 2 və 5 olacaq cavabım. 13-cü sual. Dəmeyvənin hansı hissəsinin yaranmasında mayalanmada bir qamet iştirak edir? Biz burada toxumu daha dəqiq çəksək, burada endosperm olan hissə olacaq. O da D variantı. Nəyə görə? Çünki endospermdə bir dənə mərkəzi hüceyrə olur, bir dənə də sperm olur. Yəni burada yalnızca bir qamət iştirak etmiş oldu. Digəri isə mərkəzi hüceyrədir. Şəkildə müxtəlif tozlanma formalarına uyğun ifadələri müəyyən edin. Birdə öz-özünə tozlanmadır, ikidə isə çarpaz tozlanmadır. Çiçəyin əsas orqanları eyni vaxtda yetişməlidir. Bəli, eyni vaxtda yetişməlidir ki, orada öz-özünə tozlanma baş versin. Acı paxla və lobya bitkiləri üçün xarakterikdir. Bəli, acı paxla və lobya öz-özünə tozlanır. İki evli bitkilər də gedə bilər. Bu çarpaz tozlanmaya aiddir. Çovdar bitkisi üçün xarakterikdir. Bəli, çovdar çarpaz tozlanır. Ç hərfindən kodlamışdıq. Saf xəttlərin alınmasında öz-özünə tozlanma tətbiq olunur. Burada olacaq, daha doğrusu öz-özünə tozlanmada saf xəttlərin alınmasında tətbiq olunacaq. Bu da olacaq 1-ə 1, 2, 5 və 2-yə 3, 4. DNT molekuluna əmələ gələn nukleotidlərin əmələ gətirən göstərilmiş hissələr üçün doğru ifadələri müəyyən edin. Ümumiyyətlə uşaqlar, nukleotid verəndə baxın, belə 2 dənə hissə olanda bilin ki, bu ya adenindir, ya da guanindir. Çünki məsələn timin, sitozin, urasil bu şəkildə olur. Yəni bir dənə olur. Ölçüsünə görə adenin ölçüsü bərabərdir guaninin ölçüsünə. O da böyükdür sitozin, timin, urasil. Bunlar da bir-birinə özü aralarında bərabərdir. 1 verib, 1-in ölçüsü timin azotu əsasının ölçüsünə bərabərdir. Xeyr, əksinə böyükdür. 2 disaxaritlərə aiddir. 2 monosaxaritlərə aiddir. Çünki bu dezoksirib DNT-dir. Bu da dezoksiribozadır. Sonra 2 tərkibində azot elementi daxildir. 2-nin tərkibinə azot yox, bu karbohidratdır. Karbohidratın tərkibində azot yoxdur. 1-in ölçüsü guanin azot əsasının ölçüsünə bərabərdir. Bəli, 1 adenin isə guaninə bərabərdir. Burada yazmışam. 3 tərkibinə görə nukleotidlərin müxtəlif növlərində fərqlənir. 3 fosfat turşu qalıqıdır ki, bu bütün nukleotidlərdə eyni olacaq. 4 və 5. Georgin bitkisi Georgin mürəkkəb çiçəklərə aiddir. Qısa günlü bitkidir, eyni zamanda mürəkkəb çiçəkli olduğuna görə meyvəsi toxuncadır. Yaşıl quş mamırının yetkin fərdində nəsil növbələşməsi baş vermirsə, deməli bu erkək bitkidir. Erkək bitkidə də qutucuq yoxdur. Cinsiyyət hüceyrələri qamçılıdır. Bəli, erkək bitki olduğuna görə, bəli, allel genlər cütünə rast gəlinir. Allel genlər cütünə rast gəlinmir. Allel genlər cütünə biz qutucuqda görürük. Qutucuqda da xromosom dəsti 2N olur və qutucuq dişi bitkidə olur. Ona görə burada allel genlər cütünə biz 2, bu erkək N-dir. Yetkin erkək yaşıl quş mamırı N-dir deyər, allel genlər cütünə rast gəlinməyəcək. Hüceyrələrində meyoz bölünmə getmir. Bəli, meyoz bölünmə getmir. Meyoz bölünmə qutucuqda baş verir ki, orada 2N xromosom dəstinə malikdir. N xromosom dəstinə malik spor yaranır. Xromosom sayı 2 dəfə azaldı. Meyoz bölünmə baş verəcək. Buradan proteinema yaranır. Proteinemadan da yetkin bitki inkişaf etmiş olur. Burada da deyir bilavasitə protaldan. Ümumiyyətlə mamırlarda protal yox, protonema olur. Olacaq 1 və 3. Şirin su hidrasının şəkildə göstərilmiş rəqəmlə hansı hüceyrələri cinsi hüceyrələr əmələ gətirir? Cinsi hüceyrəni əmələ gətirir aralıq hüceyrələr. Ümumiyyətlə aralıq hüceyrələr digər hüceyrələrə başlanğıc verir. Burada da aralıq hüceyrəyə 3 daha çox oxşuyur. Şəkil əslində tam aydın düşməyib. Diaqramda Karl Linne tərəfindən elmə daxil edilən sistematik kateqoriyalar növ müxtəlifinə görə əks edilir. Bu diaqrama əsasən hansı ifadə doğrudur? Burada ən kiçik növ olacaq, sonra cins, dəstə, sinif. 3 xordallar ola bilər, 3 dəstədir, xordallar tipdir. 4 örtülü toxumlar ola bilər, örtülü toxumlar şöbədir. Ümumiyyətlə Karl Linne'nin təsdiqatında şöbə yoxdur.
Canis familiaris ola bilər 1. Bəli, Canis familiaris ev itidir və bu növdür. 2 qat latın adlarını ilk dəfə də elmə gətirmişdir. Olacaq cavabım C. İnsanda səs siqnallarının ötürülməsinə iştirak etmir. Qulaq sümükləri, xarici qulaq keçəcəyi, təbil pərdəsi, oval pəncərə olacaq. Eşitmə borusu iştirak etmir. Ümumiyyətlə, eşitmə borusunun funksiyası hər iki tərəfdə olan təzyiqi tarazlaşdırmaqdır. Yəni, eşitmədə iştirak etmir bilavasitə. Orqanlara aid hansı ifadələr doğrudur? Kaynan bizə görürük qaraciyərdir. K qaraciyər, M mədə, F də nazik bağırsaq. İndi K qida maddələri ilə zəngin qan gəlir. K-yə bəli, qaraciyərə gəlir. Qaraciyərdə müəyyən maddələrdən təmizlənir. M sellulozanın parçalanmasını baş verir. M də xeyr, mədədir. Mədədə baş vermir. F səthinin sahəsi ən böyükdür. Bəli, nazik bağırsaqda xovlar var ki, o da səthinin sahəsinin böyüməsinə şərait yaradır. Maddələrin kimyəvi və mexaniki həzmi baş verir. M-də bəli, həm kimyəvi, həm mexaniki həzm baş verəcək mədədə. Suyun alkoqolun sorulması baş verir. Suyun alkoqolun sorulması yoğun bağırsaqda baş verir. Yağları parçalayan ferment hazırlayır. Qaraciyər ferment hazırlamır. 1, 3 və 4. Sonra X, Y, Z hüceyrə strukturları üçün hansı fikir doğrudur? Hüceyrədə oksigenin karbon qazının miqdarını artırır. Karbon qazının miqdarını artırır mitoxondri. Sonra oksigenin miqdarını artırır xloroplast. Sonra amin turşuların miqdarını azaldır ribosom. Çünki amin turşulardan istifadə edib zilosintez edir. Y aerob tənəffüs təmin edir. Y xloroplastı tənəffüs yox, fotosintez edir. Membranı iki lipid cərgəsindən təşkil olunmuşdur. X-in. X 2 membranlı orqanoiddir və hər membranda 2 lipid cərgəsi olmaqla cəmi 4 lipid cərgəsi olmalıdır. Z-də hüceyrə membranı olmur. Z ribosomdur, bəli, membransız orqanoiddir. Digər növlərində glikoza sintez olunur. Y xloroplastdır. Bəli, glikoza sintez olunur. Z prokaryotlarda rast gəlinmir Z-ə. Xeyr, rast gəlinir. Ribosom bakteriyalarda da olur. Çənəsiz onurğalıların meydana çıxdığı dövrdə yaranan aramorfozlar. Çənəsiz onurğalılar yaranıb ordovikdə və eyni zamanda ordovikdə yaranıb sümük toxuması, bitki toxuması yaranıb, ötürücü, mexaniki, örtük toxuma. Daxili skelet proterozoy arasında yaranıb. Yəni bizə dövr verir burada. Borlu sümüklərdə devonda yaranıb. Kök sistemi sillur, gövdə və yarpaqda ordovikdə yaranmış olacaq. 1, 2 və 6. Sağlam insanın sakit halda baş verən tənəffüs hərəkətləri zamanı qanına keçən oksigen qazının və xaricə buraxdığı karbon qazının həcmləri arasındakı fərq 560 olarsa, tənəffüs hərəkətlərinin müddəti nə qədər çəkər? Normalda insan bir tənəffüs hərəkətində qana keçir 25 kub santimetr oksigen və xaric olunur 20 kub santimetr karbon qazı. Aradakı fərq də olur 5 kub santimetr. İndi mən tənasüb qururam. 5 kub santimetr fərq olanda bir tənəffüs hərəkəti edirsə, 560 kub santimetr fərqdə neçə tənəffüs hərəkət edəcək? X da bərabərdir. 560-ı 5-ə bölürəm. Eləcə 112 tənəffüs hərəkəti. Bizə vaxtla soruşur. Biz də bilirik ki, insan 1 dəqiqədə 16 tənəffüs hərəkət edir. Bəs 112 tənəffüs hərəkətini neçə dəqiqədə edər? X da bərabərdir. 112-ni bölürəm 16-ya. Bu da olacaq 7 dəqiqə. Sonra ağ çəng geninə görə heterozigot valideynlərin nigahından ağ çəng dominant əlamətdir. 2 dənə valideynin çarpazlaşmasından. Valideynin genotipi ilə eyni olan doğulacaq oğlanların ehtimalı neçə faizdir? Ümumiyyətlə bu çarpazlaşmada valideynin genotipi ilə, yəni
Alınır böyüyə, böyüyə, 2 dənə böyüyə, kiçiyə, bir dənə də kiçiyə, kiçiyə. Baxın, 4 dənədən ikisi valideynin genotipinə malikdir. İxtisar edəndə edəcək 2-də 1-i. 2-də 1-də normalda. Desəydi ki, valideynin genotipi ilə eyni olan uşaqların yəni yaranma ehtimalı, o zaman 2-də 1 götürərdik. Amma əlavə olaraq da bizə cinsiyyət verirsə, ya qız ya oğlan soruşursa, oğlan olma ehtimalı da normalda 2-də 1-dir. Vururam, edəcək 4-də 1. Bu da olur 25%. Əzələ toxumasının hər iki növünə rast gəlinir. Yəni saya və enə zolaqlı əzələyə ürək əzələsində rast gəlirik. Burada ürək əzələsi var, həm də qan damarlarda olduğuna görə. Böyük sarğı əzələsinə, bəli, mədədə yalnız saya əzələlər olacaq. İki başlı əzələdə də həm enə zolaqlı, həm də saya. Çünki orada qan damarları da var. Ümumiyyətlə qan damarları varsa, orada saya əzələ var. Saya əzələdən əlavə də ya ürək əzələsi olmalıdır, ya da enə zolaqlı əzələ olmalıdır. Biz ona görə bir neçə növ deyəndə, yəni daha doğrusu 2 növ deyəndə biz enə zolaqlı əzələ olanları götürürük. Burada da acı bağırsaqda da yalnız say əzələlər olmuş olacaq. Yəni 1, 2 və 4. Canlı orqanizmləri verib meyoz bölünmə baş verir. Hüceyrə divarı var. Anizogamiya tipli qamet əmələ gətirir. Prodisentdir. Ümumiyyətlə anizogamiya toxumlu bitkilərdə olur, örtülü toxumlu və çılpaq toxumlarda. Anizogamiya burada baxın, 1-ə A olacaq. Şam, daha sonra qızıl sarmaşıq, həm çılpaq toxumlu, həm örtülü toxumlarda. 2-yə baxaq. Meyoz bölünmə yoxdur, hüceyrə divarı yoxdur. Anizogamiya da yoxdur, prodisent də deyil. Bu ola bilər. Meyoz da getmir. Hüceyrə divarı da yoxdur. İbtidai heyvan ola bilər. Adi amöbü verib bizə burada. Olacaq elə adi amöb. 3-ə də meyoz yoxdur. Hüceyrə divarı var. Qamet əmələ gətirmir. Prodisent deyil. Produsentdir. Produsent isə fotosintez edici bakteriyalardan söhbət gedir. Burada da B və Y-ni götürəcək. Gəldi indi situasiya suallarına. Bunları silək. A vitamini çatışmazlığına bağlı uşaqlarda ölüm riskini azaltmaq üçün ilk dəfə Inga Patricus əməkdaşları ilə beta-karotin maddəsi ilə zəngin qızıl düyü sortunu yetişdirmək üçün nərgiz və xromosom sayı 2n bərabərdir 20 olan qarğıdalı bitkisinin genlərindən istifadə etdilər. Deməli, qarğıdalı bitkisinin genini nərgiz bitkisinə köçürüblər və nəticədə beta-karotin maddəsinin A vitamininə çevrilməsi nəticəsində əmələ gələn qızıl düyü sortunda, yəni qızıl düyü yaranıb, A vitaminin miqdarı qarğıdalı bitkisindən 2 dəfə çox olmuşdur. Baxaq. 100 qram qarğıdalı bitkisində A vitamininin miqdarı 20 mg olarsa, həmin miqdarda qızıl düyü sortunda bu vitaminin miqdarı nə qədər olar? Baxın, bizə verib ki, qarğıdalı bitkisinin 2 dəfə çox olmuşdur. Deməli, qarğıdalıda 20-dirsə, qızıl düyü sortunda 1-ə yazacağım 40. İndi ikinci suala baxaq. Düyünü bişirdikdən sonra, hansı ki 40 qram idi, tərkibində qalan A vitamini insanın minimum neçə günlük normasını təşkil edər? Biz də bilirik ki, A vitaminini yəni qaynatdıqda, bişirdikdə yarısını itirir. Yəni 20 mg qalır. Həmin bu 20 mg da insana neçə gün görəcək? Bir günə insanın gündəlik A vitamini norması 1 mg-dır. 20 mg qalıbsa, o da olacaq elə 20 gün. Yəni, əgər ümumiyyətlə A vitamini veribsə, o pişəndə yarısı qalır. Yarısını itirir, 50%-ni saxlamış olacaq. Bu prosesdə texnologiyanın hansı üsulundan istifadə olunur? Təbii ki, gen mühəndisliyindən istifadə olunur. Gen mühəndisliyi. Sonra cədvəli tamamlayın. Beta-karotin istehsal edən genin alındığı bitki qarğıdalı bitkidir. Çünki biz qarğıdalı bitkisinin genini almışdıq, digər bitkiyə köçürmüşdük. Qarğıdalı çarpaz tozlanır küləklə. Küləklə yaza bilərsiniz, çarpaz yaza bilərsiniz.
çiçək düsturu. Qarğıdalı bitkisi taxılar fəsiləsinə aiddir və bilirik ki, qarğıdalıda iki cür çiçək olur. Erkək çiçək və dişi çiçək. Əgər bu dişi çiçəkdirsə, olacaq C2 üstə gəl 2, Y0 D1 olacaq. Erkəkcik yoxdur, dişicik var. Və yaxud da əgər erkək çiçəkdirsə, C2 üstə gəl 2, Y3 D0 olacaq. Əgər erkəkdirsə. Endosperm hüceyrəsinin nüvəsində xromosom sayı. Endosperm biz bilirik ki, orada bizə şərtdə verib ki, 2n bərabərdir 20. 2n 20-dirsə, endospermdə olacaq 3n. 3n də bərabərdir 30. Yəni 2n 20-dirsə, n-im 10-dur, 3n də edəcək 30. Vavilova görə mənşə mərkəzi olacaq Mərkəzi Amerika.